Uşaqlar, bugün 2020-ci il qəbul suallarına baxırıq. Deməli, başlayırıq birinci sualımızdan. Deyək ki, ferromaqnit istilik sayğaca daxil edilir. Sayğacda maqnit sahəsinin enerjisi və induksiyasının modulu necə dəyişər? Uşaqlar, yadda saxlayaq. Ferromaqnit istilik daxil ediriksə, deməli, miyumuz artdı. Onda baxırıq, hansı kəmiyyətlərimiz dəyişəcək? Uşaqlar, biz bilirdik ki, elimiz bərabərdir, L0 vurulsun mu. Eyni şəkildə B induksiya vektorda B0 vurulsun mu şəklində yazırıq. Onda eldən asılı olan kəmiyyətlərimiz hansılar olacaq? Fi'miz olacaq, çünki fi bərabərdir L-yə. Əgər L artarsa fi'miz də artacaq. Bir də enerjimiz də L-i kvadrat bölünsün 2 şəklində olduğuna görə L dəyişdiyində enerji də dəyişmiş olacaq. Bizə deyir ki, ferromaqnit istilik daxil etdikdə mu artıb. Mu artıbsa, deməli biz görürük ki, buradan aydın şəkildə maqnit induksiya vektorumuz da artıb, enerjimiz də artmış olacaq. Hər ikisinin artdığı cavabımız da baxaq, Y variantı. İndi isə keçid alırıq 32-ci suala. Quru termometrlərin göstərişləri eyni olan, deməli T qurular eynidir. T quru 1 bərabərdir T quru 2-yə. Otaqda havanın nisbi rütubətləri birincisi 50% verilib, ikincisi isə 60%-ə bərabərdir. Bu otaqdakı havanın halı üçün uyğun vərdləri müəyyən edin. Gəlin ümumiyyətlə biz mövzu haqqında danışaq. Nisbi rütubətdən danışırıqsa, rütubəti biz nə ilə işarə edirik? Mütləq rütubət, gəlin əvəzi bunu yazaq. Mütləq rütubət. Uşaqlar, mütləq rütubət rho-dan işarə olunurdu. Nisbi rütubət isə nisbi rütubətimiz isə fi ilə işarə olunur. Fi bərabərdir. Rho bölünsün rho 0 vurulsun 100% və yaxud da bir digər düsturda P bölünsün P0 vurulsun 100%. Bu şəkildə də yaza bilərik. Uşaqlar, bundan əlavə, əgər mən fi'nin yerinə m bölünsün v yazsam, görərəm ki, fi'miz kütlədən də düz mütənasib asılıdır. Yenə m bölünsün m0 vurulsun 100%, amma həcmdən tərs asılı olacaq. Ona görə də bircə həcmdə v0 bölünsün v vurulsun 100% şəklində hesablanacaq. Uşaqlar, bundan əlavə deyə bilərik ki, bu bizim havadakı təzyiqimiz və yaxud da parsial təzyiq deyirik. Və yaxud da havadakı. Aşağıdakı isə təbii ki, doyan buxarın təzyiqidir. Eyni şəkildə burada da doyan buxarın sıxlığıdır. Yuxarıdakı da bizim mütləq rütubətimiz və yaxud da adi haldakı sıxlığımızdır. Uşaqlar, burada bir dənə də önəmli vacib bir qeydə baxaq ki, əgər quru termometrin göstərişi yaş termometrin göstərişinə bərabər olarsa, onda iki göstəriş bir-birinə bərabər olduqda bizim nisbi rütubətimiz 100% olacaq. Şöyle baxaq. Birinci sualımızda deyir ki, yaş termometrin göstərişi quru termometrin göstərişindən aşağıdır. Şöyle fikir verin. Biz dedik ki, əgər bərabər olsaydılar, ikisi 100% olmalıydı. Amma fikir verin, burada birincidə 50%, ikincidə də 60%. Yəni, heç birində 100% olmadığına görə hər ikisində yaş termometrin göstərişi quru termometrin göstərişindən aşağıdır deyə bilərik. Daha sonra su buxarının təzyiqi daha böyükdür. Uşaqlar, təzyiq nə ilə düz asılıdır? Fi ilə düz asılıdır. Ona görə də biz deyirik ki, daha böyük olan, fi'si daha böyük olandadır. Yəni, bu gedir ikinci otağa, fi2 ikinci otaqdır. Burada qeyd eləsək daha yaxşı olar. 60%'dir. Buradakı isə həmişə gətirin, burada yazın. Fi1'imiz isə 50%'dir. Yaxşı, daha böyükdür olan gəldi bura, daha kiçikdir, gəldi bu hissəyə yazırıq. Daha sonra buxar doymayan haldadır. Uşaqlar, biz bilirik ki, onsuz da biz nisbi rütubətdən danışırıqsa, buradakı buxar hər iki halda doymayan haldadır. Əgər doyan halda olsa idi,
Və buna diqqətlə qulaq asın. Əgər doyandan söhbət geçsəydi, artıq orada şeyh nöqtəsindən danışardıq. Çünki şeyh nöqtəsinin tərifi də belədir ki, havadakı su buxarının doymayan haldan doyan hala keçdiyi temperatur şeyh nöqtəsi deyilir. Ona görə də biz deyirik ki, əgər nisbi rütubətdən danışırsa, burada hər iki buxarımız doymayan haldadır. Uşaqlar, bir sözlə bir dənə sualdan, bircə sualdan biz ümumiyyətlə nisbi rütubət haqqında da danışmış olduq. Uşaqlar, əgər nisbi rütubətdən ümumi danışırsa, gəlin onları ölçən cihazlardan da danışaq. Deməli, nisbi rütubəti ölçən əsas cihazımız bizim psixrometrdir. Uşaqlar, psixrometrimiz deməli, iki cihazdan ibarətdir. İki termometrdən. Biri quru və yaş termometrlərdən ibarətdir. Onlar arasındakı fərqi ölçür və bu zaman biz bilirik ki, havadakı rütubət nə qədərdir. Bir də higrometr var. Higrometr vasitəsilə biz həm havadakı rütubəti həm də əsasən şeyh nöqtəsini ölçə bilirik. Ona görə də metal higrometr deyəndə əsasən şeyh nöqtəsini götürürük. Daha sonra keçid alırıq digər suala. 33-cü sual. Uşaqlar, bu sual buradakı deyərdim ki, ən çaşdırıcı sualdır. Deyir ki, proton şəkildə göstərildiyi kimi bir cins maqnit sahəsinə daxil olur. Hansı qrafik protonun kinetik enerjisinin yer dəyişməsinin modulun asılı qrafikini ifadə edir? Uşaqlar, normalda biz belə eləyirdik. Deyirdik ki, qüvvə xətləri müsbətdən başlayırdı, mənfiyə doğru gedirdi. Əgər bu müsbətdirsə, deyərik ki, mənfiyə doğru gedirsə, bu tutaq ki, yeniləşən hərəkət edir. Yeniləşən hərəkətdə də D variantını seçərəm və s. və ilaxır. Əsla bunu etmirik, çünki bunlar yanlışdır. Niyə? Uşaqlar, bizim dediyimiz ifadə burada intensivlik xətti olanda doğru olurdu. İntensivlik xətləri həqiqətən də müsbətdə başlayırdı, mənfiyə doğru gedirdi. Ona görə də müsbət yüklü zərrəcik mənfiyə doğru hərəkət eləsəydi, yeniləşən hərəkət eləyəcəkdi. Amma bizə burada intensivlik xətti verməyib. Burada çox diqqətli olmaq lazımdır. Uşaqlar, bizdə maqnit sahəsinə daxil olub, görürsünüz. Bu da maqnit induksiya vektorumuz. Biz də bilirik ki, maqnit sahəsinə söhbət açılıbsa, deməli, yüklü zərrəcik maqnit sahəsində hərəkət edirsə, bu bizim Lorentz qüvvəmizdir. Lorentz qüvvəsinin düsturu QV sinus alfadır. Uşaqlar, fikir verin, maqnit induksiyası bu istiqamətdədir. Həmin o zərrəcik də maqnit induksiyasına paralel istiqamətdə hərəkət edir. Biz də bilirik ki, paralel istiqamətdə hərəkət edirsə, bizim alfamız 0 dərəcədir. Onda sinus 0 dərəcə bizə nəyi verir? 0'ı vermiş olacaq. Ona görə də biz deyərik ki, enerjinin burada dəyişməsi sabit asıllıqdır. Yox, əgər bizim zərrəciyimiz maqnit induksiya vektorundan xətlərinə perpendikulyar istiqamətdə hərəkət etsəydi, onda artıq məsələnin şərti tamamilə başqa cür dəyişmiş olacaqdı. Gəlir 34-cü suala. Yerin özü ətrafında fırlanma periyodu. Yerin özü ətrafında fırlanma periyodu 24 saatdır. 24 saat. Saatın saniyə əqrəbinin dövr etmə periyodu isə 1 dəqiqədir. Bizə deyir ki, periyoddan neçə dəfə böyükdür? 24 saatı bölürəm saat. 1 dəqiqəyə. Uşaqlar, bizim vahidlərimiz bərabər olmalıdır ki, biz onu bölə bilək. Ona görə də 24'ü çevirirəm dəqiqəyə, 24 saatı, yəni vuraram 60 dəqiqəyə. Aşağıda da 1 dəqiqəmiz var. Dəqiqələr ixtisar gedəcək, onda bizim deməli ifadəmiz necə olacaq? 1440 almış olarıq. Gəldik 35-ci suala. Deyir ki, Sebir kondensatorun köynəkləri arasındakı gərginliyimiz 20 volt olarsa. Deməli, U1'imiz neçədir? 20'dir. Bizdən istəyir ki, C3 kondensatorun köynəkləri arasındakı gərginlik neçə volt olar? Uşaqlar, biz bilirik ki, C3'dəki gərginlik ilə C2'dəki gərginlik bərabər olacaq. Çünki bunlar necə birləşib? Paralel birləşib. Yəni, ikisinin bir yerdə gərginliyi nə qədərdirsə, ayrı-ayrılıqda da gərginlikləri o qədər olmuş olacaq.
Gəlin baxaq, bunlar paralel birləşibsə, bunların ümumi sayısı nə qədərdir? Onda buradan taparıq. S ümumi bərabərdir. Biz bilirdik ki, evlər qarşı-qarşıya olanda bölünürdülər, S-lər isə qarşı-qarşıya olanda toplanırdılar. Ona görə də burada oldu 5S. Onda yekunda baxsaq, bu tərəfdə bir dənə S1 kondensatorumuz var idi, bərabər idi S-yə. Bir dənə də bunların ikisi birləşdi, bir dənə kondensator əmələ gəldi. O da oldu S ümumi bərabərdir 5S. Uşaqlar fikir verin, S1-də bizim gərginliyimiz, U1-imiz 20 voltdur. İndi bizdən istəyir U2-ni tap. Biz də bilirik ki, ardıcıl birləşmədə Q'lər konstantdır. Ona görə də S bərabərdir. Q bölünsün U-dan yazsaq, S ilə U tərs mütənasib asılıdır. S1 bölünsün S2 bərabərdir. Yəni S ümumi yazaq ikinciyə. O da bərabərdir. U2 bölünsün U1-ə. Şola S1'imiz S qədərdir. S2'miz 5S'dir. Bərabərdir. U2'ni bizə verməyib, biz tapırıq. U1'imiz isə 20'dir. Buradan ixtisarlarımızı apararıq və alırıq ki, U2 bərabərdir 4 volta. Qutardı getdi. Şola ikinci əgər 4 voltdursa elə üçüncü də 4 volt olacaq, ümumilikdə də 4 volt olacaq. Bu hissə, yəni cavabımız Y variantıdır. Ümid edirəm ki, aydın olmayan bir şey yoxdur. Keçirik 36-cı suala. Bu sual çox sadə sualdır. Sabit kütləli ideal qazın təzyiqini mütləq temperaturdan asılı qrafiki verilib. Bizdə hansı qrafik deyir doğrudur? Uşaqlar fikir verin, burada nə konstantdır, nəyi kəsirsə o konstantdır. P-miz konstantdır. Yəni bu necə prosesdir? İzobar. İzobar prosesdə temperaturumuz neyinib? Azalıb. Uşaqlar izobar prosesdə biz bilirik ki, V ilə T düz asılı olur. Bir dənə tərs asılı olan T'nin konstant olduğu hal idi. V'nin T'dən düz asılı olmadığı halları buradan silək. Üzülürsən şola. V'nin T'dən düz asılı olmadığı halları silsək, burada qaldı B və C variantı. Şola bizə lazım idi temperaturumuz azalsın. Temperaturun azaldığı B variantıdır. C variantının temperaturu artıb. Daha sonra gəldik 37-ci suala. Bizə deyir ki, watt vurulsun saniyə bölünsün kök altında joule vurulsun farad. Əvvəlcə kök altı ifadəni gəlin burada həll eləyək. Sonra bizə verir kök altında joule vurulsun farad. Biz bilirik ki, joule nəyin vahididir? Enerjinin vahididir. Farad nəyin vahididir? Tutumun vahididir. Sonra onda nə edirik? Gəlin belə eləyək. Enerjinin elə bir düsturundan istifadə edək ki, orada tutum ixtisar getmiş olsun. Baxın, bu şəkildə. Məsələn, enerjinin düsturlarına baxaq. Enerjimizin düsturları var idi. S U kvadrat bölünsün 2. Şola görürsünüz, bizə lazımdır ki, S aşağıda olsun, məxrəcdə olsun ki, bu faradla ixtisar getsin. Ona görə də hansı düsturdan istifadə edirəm? Q kvadrat bölünsün 2S-dən. Həqiqətən də deməli, onda burada vahid necə olacaq? Q kvadrat bölü 2S düsturundan istifadə eləsəm, olacaq klonun kvadratı bölünsün farad. Gəlin joulun yerinə klon kvadrat bölünsün farad yazım. Bunu da vurun farada. Faradlarımız həqiqətən də görürsünüz ki, ixtisar getdi. Deməli, kökün altından bir dənə çıxdı klonumuz. Daha sonra gətirirəm, yerinə yazıram. Yuxarıda volt vurulsun saniyə qalıb. Volt vurulsun saniyə. Aşağıda da bir dənə klon alındı. Sonra klonun yerinə amper vurulsun saniyə yaza bilərəm də, düzmü? Amper vurulsun saniyə hardan gəldi? Klon Q'nun vahididir. Q bərabərdir IT. İt düsturundan amper vurulsun saniyə. Yuxarıda da bir dənə volt vurulsun saniyəm var. Saniyələrim ixtisar gedir. Qaldı volt bölünsün amper. Sonra volt bölünsün amper bizə 10 verəcək. Hardan bilirik? Çünki volt gərginliyin vahididir, amper isə cəryan şiddətinin. Gərginliyi cəryan şiddətinə böləndə biz müqaməti almış oluruq. Müqamət də vahidi 10'dur. Bizdən nə istəyir? Aha. Cavabımız D variantı müqavimətdir. Sonra
Həmişə vahidlər veriləndə çalışın həmin o vahidi düstur olaraq gözünüzün qarşısına gətirin. Nəyin vahididir? O şəkildə düstur olaraq gözünüzün qarşısına gətirin. Plus da ki, əgər məxrəcdə sizə kök altında bir ifadə veribsə, çalışın oradakı 2 dənə ifadədən birini yox eləyin ki, bir dənəsinin heç olmasa kvadratı qalsın ki, oradan bir şey çıxara biləsiniz. Çünki kök altı ifadəni hər haldakı vahidlərlə necə başqa cür yoxa çıxarda bilərsiniz. 38-ci suala baxaq. Deyir, M nöqtəsinin potensialı E nöqtəsinin potensialından böyükdür. Sonra biz bilirik ki, cərəyan hansı istiqamətdə axır? Potensialı çox olandan az olana. Burada belə ox çəksəm, phi M böyükdürsə phi N-dən, onda cərəyanımız, üzr olsan N olmalıydı burada. Onda cərəyan sağa doğru axır. Bax bu şəkildə. Bir də bunu səliqəli çəkim. Cərəyanımız sağa doğru axır. İndi bizdən amper qüvvəsinin istiqamətini istəyir. Uşaqlar, biz bilirik ki, amper qüvvəsi sol əl qaydası ilə tapılır. Sol əlimizi elə tuturuq ki, maqnit induksiya vektoru ovucumuza perpendikulyar daxil olsun. Hamısı nöqtədir deyə mən əlimin için bura tutacağım. Daha sonra 4 barmağın cərəyan istiqamətini göstərsin. 4 barmaq bu istiqamətdə, onda açılan baş barmaq isə amper qüvvəsinin istiqamətini göstərmiş olacaq. Yəni, F amper qüvvəsi hara doğru olacaq? Aşağı doğru yönəlmiş olacaq. Yəni, siz burada şəkildə yenə də əlinizi tutub rahat formada baxa bilərsiniz. Belə. Əsas burada 4 barmağı tapmaq idi ki, 4 barmaq sağa doğru idi. Ondan sonra qalanını hesablamaq rahatdır. Gəldi 39-cu suala. Cisim toplayıcı linzadan D bərabərdə 4F məsafədə yerləşib, linzanın xətti böyütməsini hesablayın. Uşaqlar, xətti böyütmənin düsturu Q bərabərdir F bölünsün D-dir. F-D kimi yadda saxlamışdıq. F-D. Uşaqlar, toplayıcı linzadır. Toplayıcı linzadırsa bizim düsturumuz hansı formada olacaq? 1 bölünsün F bərabərdir 1 bölünsün D plus 1 bölünsün F şəklində. Gəlin buradan 1 bölünsün kiçik F'i tapaq, çünki o bizə o lazımdır. Onda olay 1 bölünsün böyük F çıxılsın 1 bölünsün D. O da bərabərdir. Onda yazaram burada F vurulsun D, yuxarıda D çıxılsın F. O da bərabərdir. Uşaqlar, aşağıda F yazıram olduğu kimi. D'nin yerinə 4F yazaram. Yuxarıda D'nin yerinə 4F yazıram, çıxıram F'i. Onda aşağıda qalır 4 dənə F'in kvadratı, yuxarıda isə 3 dənə F olur. F'lərimizdən biri ixtisar getdi. Onda 1 bölünsün F'imiz, əgər 3 bölünsün 4F'dirsə, F'imiz nəyə bərabərdir? 4F bölünsün 3'ə bərabərdir. Yəni tərsinə bərabərdir. Bu şəkildə. Gətirək burada yerinə qoyaq. Yerinə qoysaq, F'in yerinə yuxarıda 4F bölünsün 3 yazaram. Aşağıda isə D'nin yerinə sadəcə o bizə 4F vermişdi. Onu yazdım. İxtisarlarımız getdi. Qaldı cavabımız 3'də 1. Deməli, cavabımız oldu 3'də 1 şəklində. Maraqlı sual idi. Nüvənin kütlə defekti hansı ifadə ilə təyin olunur? Uşaqlar, bizim atom mövzusundandır bu sual. Kütlə defekti necə olurdu? Biz deyirdik ki, bir səbətdə əgər almaların, heyvaların sayını, məsələn 2 dənə topun, qırmızı və qara topların sayını, belə deyək, səbət qarışıq hesablayanda, məsələn, 100 qram gəlirsə, çəki, kütlə, ayrı-ayrı topların sayını, öz kütlələrini ayrı-ayrı kütlələrinə vuranda isə, ayrı-ayrılıqdakı cəm daha böyük gəlir. Ona görə də biz kütlə defektini tapmaq üçün həmin o ayrı-ayrı cəmdən ümumi cəmi çıxırdıq ki, biz oradakı nə qədər defekt var, nə qədər yanlışlıq var. Məsələn, biri gəlib 100 qram, biri gəlib 105 qram. Nə qədər orada defekt var? 105-dən gərək 100'ü çıxasan böyük olandan. Böyük olan həmişə nə olurdu? Ayrı-ayrı yazılan olurdu. Yəni, məsələn, Z dənə sayda M proton, üstə gəlinsin N sayda M neutron. Bu daha böyük olurdu. Nəydən? Ümumi kütlədən. Nüvənin sükunət kütləsi. Ona görə də bu saydan nüvənin sükunət kütləsini çıxmalıyam ki, oradakı defekti tapmış olum.
Daha sonra gəldik 41-ci suala. Çox maraqlı sualdır uşaqlar. Kütləsi 5 kiloqram olan cisim 10 Newton dartı qüvvənin dartılır. F dartımız 10 Newtondur. Bu dartı qüvvəsidir. Sürüşmə sürtünmə əmsalı 0,2 olarsa cismin koordinatının zamanlasılığını tapın. Uşaqlar, koordinatın zamanlasılığı görürsünüz. Düz xətli bərabər sürətli hərəkət, yavaşlayan, yenə düz xətli, yeyinləşən və yavaşlayan hərəkət kimi verilib. Uşaqlar, biz bilməliyik ki, bu cisim necə hərəkət edir. Gəlin baxaq. Dartı qüvvəsi bizə verilib. Gəlin sürtünməni tapaq. Sürtünmə qüvvəsi mu mg şəklində hesablanır. Mu'muz 0,2-dir. Kütləm 5-dir. J də 10-dur. 0,2-ni 10-a vururam 2 eləyir. 2 5-in 10. Sürtünmə qüvvəmiz oldu 10. Uşaqlar, fikir verin. Dartı qüvvəsi də 10-dur. Sürtünmə qüvvəsi də 10-dur. Onda bu cisim necə hərəkət eləyəcək? Mütləq şəkildə düz xətli, bərabər sürətli hərəkət eləyəcək. Onda baxarıq. Uşaqlar, düz xətli bərabər sürətli hərəkətimiz A-da da var. Bunları silək. Artıq lazım olmadı. C-də də var. Bəs hansını seçərəm? Uşaqlar, A-dakı x oxu istiqamətdədir. C-dəki isə x oxunun əksi istiqamətdədir. Fikir verin, uşaqlar. V0'ımız da sağa doğrudur. Yəni, x oxu istiqamətdə hərəkət edir. Ona görə də biz buradan A variantını seçmiş olarıq. Daha sonra baxaq 42-ci suala. Vakum diodunda anod cərəyanını necə artırmaq olar? Uşaqlar, ümumiyyətlə gəlin bura bir dənə vakum diodu çəkək, yadımıza salaq. Vakum diodumuzda belə bir əyri spiralımız var idi. Burada bizim anodumuz, bu bizim katodumuzdur. Bir dənə də burada közərmə telimiz var idi. Biz deyirdik ki, deməli, nə baş verirdi? Biz burada deməli katodu qızdırırdıq. Katoddan qopan elektronlar anoda doğru hərəkət edirdilər və nə baş verirdi? Bu zaman cərəyan keçmiş olur. Dövrədə cərəyan keçirdi. Qızdırdıq, cərəyan keçdi. Müəyyən bir qiymətə qədər cərəyan keçirdi. Həmin o qiymətdən sonra deyirdi ki, i doyma, yəni cərəyan doydu. Doyma cərəyanı oldu. Uşaqlar, yaxşı, mən buradan keçən cərəyanı artırmaq üçün nə etməliyəm? Bu cərəyanı artırmaq üçün gərək buradan keçən elektronların sayını artırım. Daha çox elektron keçsə, o qədər çox cərəyan yaranacaq. Çox elektron keçməsi üçün bəs nə etməliyəm? Təbii ki, mən bu katodu nə etməliyəm? Qızdırmalıyam ki, buradan elektronlar qopsun. Katodu daha çox qızdırsam, katodun temperaturunu artırsam, yenə də biraz da deməli metal qızdığına görə elektronlar oradan ayrılır və elektronların dövriyyəsi nəticəsində yekunda cərəyan yaranmış olur. Bu da maraqlı sualıydı uşaqlar. Daha sonra keçirik 43-cü suala. Şaquli istiqamətdə aşağı. Baxın uşaqlar, bu sualların əsas canı buradadır. Aşağı hərəkətdir. Biz deyirdik ki, aşağı hərəkətdə bildiyimiz bütün doğruları tərsinə yazırdıq. Məsələn, normalda burada yeyinləşən hərəkəti biz düşünürdük ki, M vurulsun, J plus A olmalıdır. Amma əgər aşağı hərəkətdirsə, əksin olacaq. Birincidə olacaq M vurulsun, J minus A. İkinci sadəcə MJ'dir. Üçüncüdə normalda M vurulsun, J yavaşlayandır deyə minus A kimi düşünürdük. Amma aşağı hərəkət olduğu üçün tərsinə olacaq, plus A olacaq. Bizə deyir ki, sükunətdəki çəkisindən kiçik olur. Kiçik olan təbii ki minus A-dır, yəni birincimiz, sıfırdan T1-ə qədər olan hissəmiz. Daha sonra gəlirik 44-cü suala. 44-cü sualımız nədir? Dəyişən gərginliyin amplitudunu sabit saxlayaraq tezliyi artırdıqda nüvümüz artsın. Tezliyi artıranda A1 və A2 ampermetrələrin göstərişi necə dəyişəcək? Uşaqlar, birinci orada bir dənə razılaşaq ki, müqavimət tezlikdən asılı deyil. Ona görə də A1 ampermetrinin göstərişi dəyişməyəcək. Bunu bir mənalı olaraq yadda saxlayın. Yəni, müqavimətin bundan heç bir əlaqəsi yoxdur. Qızdırmaq desəydi, həm müqavimət dəyişəcəkdi. Daha sonra baxaq. Deməli, bizim nüvümüz, nüvdən asılı olan kəmiyyətimiz A2 ampermetrin göstərişidir. Gəlin baxaq. Burada S. Deməli, XS qədər burada müqavimət var. Bunda düzdür 1 bölünsün omega S şəklindədir. Onda biz yazarıq 1 bölünsün 2 pi nü S. Əgər nüvünü artırsaq,
onda bizim XC-miz azalmış olacaq. Onda cərəyan şiddətinin düsturuna baxsaq, U bölünsün XC şəklində olduğuna görə, əgər XC-miz azalıbsa, cərəyan şiddətimizin qiyməti artmış olacaq. Birinci dəyişməz, ikinci isə artar. Bu düsturları uşaqlar mütləq şəkildə yaxşı-yaxşı təkrarlayın. Məsələn, bundan əlavə burada XL-in də düsturunu verə bilərdi bizə. O da olacaq. Əgər sayğac versəydi, onda XL düsturu ilə hesablayacaqdım. Olacaqdı omega L. O da 2pi nü şəklində olacaqdı. Görürsünüz uşaqlar, nü artanda burada XL də artmış olacaqdı. Bu səfər XL artdığına görə i-miz azalmış olacaqdı. Yəni tam əksinə. Bu düsturları mütləq şəkildə təkrarlayın. Gəldik 45-ci suala. Bizdən qüvvələrin proyeksiyaları arasındakı münasibəti istəyir. Təbii ki, biz bilirik ki, deməli qüvvə bərabərdir. Delta P bölünsün T şəklindədir. Çünki bu bizim impulsun dəyişməsi qanunudur. Biz bilirik ki, deməli qarşıdakı katetin bitişik katetin nisbəti bizə tangens alfanı verir. Tangens alfa. Yəni burada bizə maraqlı olan bucaqdır. Bucaq harda böyüdürsə, deməli F-imiz də böyük olacaq. Deməli birinci halda T oxu ilə bucağına baxırıq bu şəkildə. Burada T oxunu yuxarı qaldırsam bucaq daha kiçilmiş olacaq. Burada T oxunu yuxarı qaldırsam bucaq ən kiçik olacaq. Ona görə 1 böyükdür 2-dən, o da böyükdür 3-dən. D variantı. Daha sonra elektromaqnet şüalanmasının gücü şüalandırıcı konturun tezliyindən necə asılıdır? Uşaqlar, biz bilirdik ki, buradakı i-miz deməli nü-nün 4-cü dərəcəsindən asılıydı. Daha sonra isə lambdanın 4-cü dərəcəsindən tərs asılıydı. Evdə isə kvadratik idi. Bizə nə istəyir? Sadəcə o sizi çaşdıra bilən nə ola bilər? Güc məsələsi. Uşaqlar, axı biz bilirdik ki, gücün düsturu P bərabərdir, I vurulsun S idi. Pis düsturu, yadınızda olar. P I-dən düz asılıdır. I əgər bizim nü-dən 4-cü dərəcə ilə düz mütənasib asılıdırsa, biz də burada eyni şəkildə ifadə edəcək ki, tezliyin 4-cü dərəcəsi ilə düz mütənasib asılıdır. Daha sonra gəlir uşaqlar 47-ci suala. Deyir, mayedə daxil edilmiş kapilyar borunun radiusunu 3 dəfə azaltdıqda. Radiusu 3 dəfə azaltmaq nə deməkdir? R1-imiz R idi. Gəlin R1-i 3-ə götürək. Daha rahat olsun. R2 isə 3 dəfə azalsın, olsun sadəcə R. Bizə nə deyir? Deyir ki, maye sütunun hündürlüyü 6 mm artarsa, onda H1-imiz H idi. H2-miz isə 6 mm artdı. H plus 6 oldu. Onda uşaqlar, bizə nə lazımdır burada? H-ın düsturu lazım ki, evdən necə asılıdır? H-ın düsturu 2 sigma bölünsün rho, J, F şəklindədir. H-la R-imiz tərs mütənasib asılıdır. Gəlin burada tərs asılılığı yazaq. Deməli yazarım R1 bölünsün R2 bərabərdir. H2 bölünsün H1 şəklində. Buyurun yazaq. R1-imiz 3R'dir. 3R bölünsün R bərabərdir. H2-nin yerinə H plus 6 yazarım. Bölərəm H-a. Bunlar ixtisar getdi. 3H bərabərdir H plus 6-ya. 2H bərabərdir 6. H-ımız da bərabərdir 3 mm. Bayaq millimetrlə vermişdi deyə yenə də millimetrlə ifadə etmiş oluruq. Daha sonra gəlirik 48-ci suala. Sabit temperaturda. Baxın uşaqlar, bizim əsas şərtimiz temperatur konstantdır. Bir atomun ideal qazın daxili enerjisi onun kütləsindən necə asılıdır? Uşaqlar, daxili enerjinin düsturunu yazıram. 2-də 3 nü R T. Uşaqlar, fikir verin. 2-də 3 nü-nün yerinə biz yazarıq. M bölünsün M R T. Bu şəkildə temperatur konstant olanda bizim daxili enerjimiz kütlədən düz mütənasib asılıdır. Uşaqlar, bir dənə də şərti yadda saxlayın. Əgər sizə versəydi ki, bu deməli izotermik prosesdir desəydi, izotermik prosesdə siz bilirsiniz ki, bizim 3 dənə qanunumuz var idi. İzotermik, izobar, izoxor. Hər üçündə bizim kütləmiz sabit idi. Məsələn, desəydik ki, verilmiş kütləli izotermik prosesdə qazın daxili enerjisi necə dəyişəcək? Onda siz bilməlisiniz ki, izotermik prosesdə T konstantdır. Verilmiş kütləli deyirsə, kütləmiz də konstantdır. Onda U-muz da konstant olmuş olacaqdır.
Onda qeyd edeyim ki, yəni belə suallar çox düşür. Yəni bir neçə qəbulda eyni bu sualı bir neçə formada görmüşük ki, bəzən dediyim kimi ikinci halda verir, bəzən də bu şəkildə verir. Daha sonra baxırıq, riyazi rəqqası harmonik, daha doğrusu riyazi rəqqası harmonik rəqsdə hərəkət eləyir. Rəqqas tarazlıq vəziyyətini keçən anda onun nəyi necə olur? Baxın uşaqlar, 2 dənə qutumuz var idi. Deməli, birinci qutuda hər dəfə bunu yazıram ki, ağlımızda qalsın. V, P, Y kinetik, ikincidə X idi, A idi, F idi və Y potensialı idi. Daha sonra mən əgər burada çəksəm o halları, uşaqlar, həmişə biz nə ilə yadda saxlayırdıq? Kənar nöqtələrdə sürət 0 olurdu, bir anlıq dayanırdı. Uşaqlar, kənarda sürət 0-dırsa, bu qutudakılar da hamısı 0 olmuş olacaq. Bizə deyir tarazlıq vəziyyətdə. Tarazlıq vəziyyətdə hansı kəmiyyətlər 0-dır? Baxın, bu kəmiyyətlərimiz 0-dır. Ona görə gəlin baxaq. Tarazlıq vəziyyətdə bizə deyir ki, onun, məsələn, baxaq, deyir potensial enerjisi maksimal qiymət alır. Xeyr, tarazlıqda potensial 0 olur, kənarda maksimal olurdu. Potensial enerji kinetik enerjiyə bərabərdir. Burada belə bir şeydən söhbət aça bilmərik, mümkünatı yoxdur. Impuls minimum olur. Xeyr, impuls kənarlarda minimum olurdu, sürətlə eyni şəkildə. Kinetik enerji deyir minimal qiymət alır. Kinetik enerji kənarda minimal olurdu. Bax, bunlar kənarda 0, bunlar isə tarazlıqda 0. 0 istəyirsə sizdən ona belə baxaq. Onda biz deyirik ki, cavabımız potensial enerji minimal qiymət alır, tarazlıq vəziyyətimizdir. Daha sonra gəlirik 50-ci sual. Bu sual toplumun sualıdır birbaşa. Tezliyi bu qədər olan yaşıl işıq şüası vakuumdan sındırma əmsalı bu qədər olan mühitə keçdikdə dalğa uzunluğu necə dəyişir? Uşaqlar, dalğa uzunluğunun dəyişimindən danışırıqsa, gərək birinci mən əvvəlcə lambda 0-ı biləm ki, sonra bilim ki, lambdaya keçəndə necə dəyişmiş oldu. Gəlin lambda 0-ı hesablayaq. Lambda 0 bərabərdir. Deməli, S vurulsun T-yə. Bizə nü verib, yoxsa nü verib. Ona görə də yazaram, S bölünsün nü. O da bərabərdir. S-nin qiymətini bizə verib, 3 vurulsun 10 üstü 8. Nü-nün qiyməti nə qədərdir? 6 vurulsun 10 üstü 14. O da bərabərdir. Uşaqlar, belə suallarda mütləq şəkildə verilirə diqqət etmək lazımdır. Bunlar ixtisar getdi, qaldı 0,5 vurulsun 10 üstü 14 yuxarı qalxır, olur 10 üstü -6. Baxın bu şəkildə. Daha sonra bizdən nə istəyir? İndir ki, dalğa uzunluğu, sındırma əmsalı bu qədər olan mühitə keçəndə dalğa uzunluğunu tapın. Sonra biz bilirik ki, dalğa uzunluğunun düsturu lambda bərabərdir. Lambda 0 bölünsün n şəklindədir. Sonra gəlin belə eləyək. 2,5 aşağıda n-imizi 2,5 verir. Gəlin yuxarıdakini 500 şəklində yazım. 500. Əgər buranı 500 yazsam, neçə dənə 0 əlavə etmiş oluram? 4 dənə. Bir dəqiqə, nəyəsə deyəsən səhvə yol verdim. Üzrlü sayın, bir dənə baxın. Uşaqlar, əgər mən burada sıfırların bu formada yazdım, sonra da gəl mən bunu yazam, 10 üstü -9 şəklində. Onda bunu da böləndə olacaq 200 nanometr şəklində olacaq. Nano 10 üstü -9 deməkdir. Bu şəkildə uşaqlar. İndi isə baxaq bizdən sonda nə istəyirdi? Bizdən istəyirdi ki, bu sındırma əmsalı olan mühitə keçdikdə onun dalğa uzunluğu, bizə deyir ki, necə dəyişər? Artarmı, azalarmı? Əvvəlcə nə qədər idi uşaqlar? 500 nanometr idi. İndi isə oldu 200 nanometr. 500-dən 200 nanometrə düşdüsə, deməli bu 300 nanometr azalmış oldu. Yəni fərqli və maraqlı sual idi. Gəlir 51-ci suala. Uşaqlar, bizə deyir ki, cismə təsir edən əvəzləyici qüvvəni tapın. Uşaqlar, fikir verin, kinetik enerjinin dəyişiminə baxırıq burada. Başlanğıcda 40 idi, sonda isə 20 oldu. Deməli, iş bərabərdir. Delta Y kinetik. Sondan başlanğıcı çıxırıq.
20-dən çıxsam 40-ı qalacaq mənfi 20 joule. Sonra bizim işimizdə, işin də düsturu nəyə bərabərdir? A bərabərdir F olsun S və yaxud da delta X da yaza bilərik. Burada S-in yerinə delta X verib. O da bərabərdir. Deməli, bizdən nə istəyir? Bizdən A, F istəyir. Bərabər yazmırıq. F bərabərdir A bölünsün delta X şəklində yazarıq. A-nı biz tapdıq ki, neçə oldu? Mənfi 20 joule oldu. Delta X-imiz isə uşaqlar, X-in dəyişməsi burada görürük ki, 4-dür. O da eləyər mənfi 5. Bizə modulunu hesabladır. Ona görə də 5 Newton olmuş olacaq. Əvəzləyici qüvvəmiz oldu 5 Newton. Sonra 52-ci sualda deyir ki, gedilən yol yerdəşmədən nə qədər çoxdur? 4 saniyə müddətində. Saniyədə fikir verir. Məsələn, 3 saniyə desəydi, bura qədər baxacaqdıq. Deməli, 4 saniyə müddətində gedilən yola baxaq. Sonra mənfi 3-dən gəlib 3-ə. Əvvəlcə 6 metr gedib, sonra da gəlib 3-dən 2-yə. Burada da 1 metr gedib. 1 metr. Deməli, ümumilikdə 7 metr yol gedib. Yaxşı, yer dəyişməmiz nə qədər olur? Başlanğıcda mənfi 3 idi, sonda isə neçədir? 2-dir. Yer dəyişməmiz nə qədər oldu? 5 metr. Yol yer dəyişmədən 2 metr çoxdur. Uşaqlar, bu sual bu il topluda da yeni daxil olunmuşdu. Gəldik 53-cü suala. Uşaqlar, deyir ki, bu 3 qüvvə F qüvvəsindən 3 kütlə F qüvvəsindən dartılır. T1 sapda gərilmə əgər 20 olarsa 20 Newton. T2 sapdakı gəlməyə baxın. Uşaqlar, T1-də onsuz da kütlələri bilirsən, T2-də də kütləni bilirsən, onda bu F-i hesablamağa heç ehtiyac yoxdur. Deməli, T1 daşıyır 5 m, T2-miz isə daşıyır 3 m. T1-in yerinə gəl mən 20 yazsam, 20 Newton 5 m uyğun gəlir. T2 bərabərdir 3 m. Onda biz buradan tənasib aparsaq, T2 bərabərdir 3 vurulsun 20 bölünsün 5. İxtisarımız gedir, qalır 12 Newton. Cavabımız oldu 12 Newton. Dən sonra uşaqlar baxırıq 54-cü sualımıza. Deməlidir ki, müqavimətimiz 3 ohmdur. Belə suallarda mütləq şəkildə verilir yazmaq lazımdır. Sahə 6 vurulsun 10 üstü mənfi 4. Deməli, bizim maqnit sahəsinin induksiyası 0.6-dan 0.2-yə qədər azalıb. Deməli, delta B bərabərdir neçəyə? 0.4-ə. Azalıbsa, fərqi bu qədər, dəyişimi. Onda bizdən nə istəyir? Ki, keçən yükün miqdarını hesablayın. Q bərabərdir sual. Uşaqlar, bax, niyə dedim verilir yazılır? Məsələn, baxaq burada suala. Uşaqlar, fikir verin, Q ağlımıza əvəzə gəlmir ki, burada necə hesablaya bilərəm də, Q nə əlaqə? Ona görə də həmişə yadda saxlayın. Əgər maqnit sahəsindən danışırıqsa, induksiya vektoru varsa, burada S də varsa, bizə bir ağlımıza düstur gəlməlidir. Delta phi bərabərdir BS kosinus alfa. Gözün uşaqlar. Baxın, biz buradan deməli B-si biliriksə, delta phi-ni tapa bilərik. Plusdakı perpendikulyardırsa, deməli bizim kosinus alfamız da zaten 1-ə bərabər olacaq. Delta B şəklində tapa bilərik. O da bərabərdir. Delta B 0.4-dür. S-imiz də 6 vurulsun 10 üstü mənfi 4-dür. Bu da eləyir 6 4-ün 24, yəni 2.4 vurulsun 10 üstü mənfi 4 şəklində qalsın. Delta phi-ni tapdıq. İndi gəlin Q-nü hesablayanda biz bilirdik ki, Q-nün bir dənə düsturu var idi. Uşaqlar, bunu yaddan çıxartmayın. Düşə bilər. Delta phi bölünsün F düsturu. Görürsünüz? Baxın, indi Q-nün bu düsturunda gətirib yerinə qoysaq, delta phi-ni tapmışıq. 2.4 vurulsun 10 üstü mənfi 4. Evimizin nə qədər vermişdi? 3 vermişdi. Bu da 3 yerində. Deməli, 2.4-ü 3-ə bölərəm 0.8 vurulsun 10 üstü mənfi 4 şəklində alınır. Nədəsə səhv elədim deyəsən uşaqlar. Uşaqlar, müqaviməti 0.3 verir. Biz öyle say, mən burada 3 yazmışam. 0.3 verəndə deməli bizim cavabımız olur 8. 8 vurulsun 10 üstü mənfi 4. Bizə cavabı uşaqlar
milli ilə istədiyinə görə milli klonla belə suallarda çox diqqətli olmaq lazımdır. Milli 10 üstü -3 deməkdir. Ona görə də bunu yazaram 0,8 milli klon şəklində. Deməli cavab kartını nişanlayanda 0,8 olaraq yazacaqsınız. Şöyle, bu deməli düsturda əlavə olaraq yazsaq, biz burada yazardıq fi-nin yerinə l-i-də yazıla bilirdi, l delta-i bölünsün r şəklində və s. və ilaxır kimi də yaza bilirdi. Yəni, o düsturlarda mütləq şəkildə yenidən təkrar eləmək vacibdir. Gəlirik 55-ci suala. Damcı kondensatın lövhələr arasında tərəzilikdə olarsa, hansı mülahisələr doğrudur? Sonra birincisi onu bilməliyik ki, buna aşağı doğru ağırlıq qüvvəsi təsvir edir. Sonra təkcə ağırlıq qüvvəsi təsvir eləsəydi, bu damcı gəlib yapışardı aşağı, düşərdi aşağı. Bu damcı əgər burada tarazlıqda qalırsa, deməli bunu yuxarı doğru çəkən bir qüvvə var. Sonra yuxarı doğru çəkən qüvvə varsa, yuxarı müsbətdir. Deməli bu damcı gərək mənfi ola ki, onu yuxarı doğru cisim cəzb eləyir. Deməli damcımız mənfi yükə malikdir. Daha sonra damcıya kondensatın elektrik sahəsi tərəfindən təsir edən qüvvənin modulu ağırlıq qüvvəsinin moduna bərabərdir. Bəli, bunu da doğru götürürük. Onlar bərabərdir ki, bir-birini tarazlaşdırıblar. Qalanları isə birində deyir böyükdür, birində deyir kiçikdir. Digər sualda isə deyir ki, damcı elektrik yükünə malik deyil. Elektrik yükünə malik olmasaydı, yenə də onun ağırlıq qüvvəsi təsir edəcəkdi və onda o yerə düşməli olmalıydı. Ona görə də cavabımız 2-3 olacaq. Gəldik 56-cı suala. 56-cı sualda deyir ki, metal kürəciyi sıxlığı bu qədər olan mayeyə tam batırdıqda. Sonra, yəni bu mayenin sıxlığıdır. 2 qram bölünsün santimetr kub. Deyir çəkisi 1,125 dəfə azalır. Sonra, deməli metal kürəciyin havadakı çəkisi nə qədər idi? mg qədər idi. Mən onu suya, mayeyə batırandan sonra çəki bu qədər azaldı. Bu qədər dəfə azaldı. Deməli, mən onun havadakı çəkisini, mayedəki çəkisinə bölsəm, nə qədər azaldığını tapmış olaram da. Sonra, mayedəki çəkini necə tapırıq? Havadakı çəkidən çıxıram Arximed qüvvəsin, olur bizim mayedəki çəkimiz. O da bərabərdir 1,25-ə. Deyir 1,25 dəfə azaldı. Onda əvvəlki halı son hala böləndə 1,25-ə bərabər olmalıdır. Gəlin buradan çarpaz vuraq. mg bərabərdir 1,25 mg çıxılsın 1,25 f Arximedə. Onda f Arximedi buradan 1,25 f Arximed bərabərdir 0,25 mg. Onda mən burada hesablarımı aparsam, görərəm ki, bunlar 5 dəfə ixtisar gedəcək. 5 dənə f Arximed bərabərdir mg. Yəni f Arximed özü bərabərdir nəyə? mg bölünsün 5-ə. mg böl 5. Bizdən nə istəyir? Metalın sıxlığını hesablayın. Sonra bizdən rho cismi istəyir. Biz bilirik ki, rho cisim bölünsün rho-maya yazsaq, bunu əvvəlki qaydalarda da demişdik. Rho cisim mg-nin daxilindədir, rho-maya isə f Arximedin daxilindədir. Ona görə də yazarım, yuxarıda mg olduğu kimi qalar, f Arximedin yerinə aşağıda mg bölünsün 5 yazaram. Onda ixtisarlarımız getsə, cavab qalar 5. Deməli, rho cisim bölünsün rho-mayı 5-ə bərabərdir. Onda mən buradan rho cismi tapsam, olar rho-mayı vurulsun 5. O da bərabərdir. Rho-mayını bizə 2 vermişdi. 2, 5'in cevabımız eləyəcək 10. 10 qram bölünsün santimetr kub. Yəni, heç bir vahid dəyişikliyi olmadığına görə cevabımız da olar 10. Gəldik 57-ci suala. Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Suallar. Əgər yüklü zərrəciklər maqnit sahəsinə daxil olubsa, onlar mütləq şəkildə Lorentz qüvvəsi təsir eləyəcək. Q, V, B, sinus, alfa. Sonra onlar müəyyən qədər deməli, yükə malik olanlar meyl eləyəcəklər. Neytron isə heç bir yükə malik deyil. Ona görə də ona heç bir qüvvə təsir etməyəcək. Yaxşı, onların hərəkət istiqaməti hara doğru olacaq? Uşaqlar, bir dənə onu yadda saxlayın ki, neytrona qüvvə təsir etmir. Bu məlum məsələ Y variantı. Bunu yazdıq, bu çıxdı sıradan. Daha sonra uşaqlar, baxın, yuxarı, aşağı, sağa, sola. Bir zərrəcik
bir cür hərəkət edə bilər də. Ya yuxarı gedər, ya aşağı, ya sağa gedər, ya sola. Yəni bu 4 dənədən hərəsinə bir dənəsi aid olacaq. Bəzi uşaqlar səhvən götürürlər, həm sağa yazırlar, həm yuxarı. Necə bir dənə zərrəcik həm sağa, həm yuxarı gedə bilər? Mümkünatı yoxdur. Bir də uşaqlar sizə asanlıq üçün onu da deyim ki, baxın, əgər proton sahəyə daxil olursa, biz bilirik ki, deməli, hər hansı bir yükə malik olan zərrəcik sahəyə daxil olanda çevrə üzrə hərəkət edir də burada. Çevrə üzrə hərəkət eləyirsə, deməli bu ya sağa gedəcək, ya da sola gedəcək. Daha yuxarı aşağıdan söhbət aça bilmərik ki, bu naqil dümdüz yuxarı aşağı gedə bilməz. Ona görə də yuxarı aşağı cavabları burada əslində yanlışdır. Gətirib əgər buradan mən bir çevrə çəksəm, deməli neyərəm? Sol əl qaydasına görə əlimin arxa hissəsini tutmuşam, deməli x olduğuna görə. Uşaqlar, əgər buradan 4 barmağın istiqaməti protonun istiqamətində çəksəm, göz ki, əlimin arxasını tutanda baş barmağım sağa doğru hərəkət etmiş olur. Ona görə də protona getdi C variantı, sağa doğru hərəkət. Elektronda isə protonun əksini edir. Deməli, hərəkətin əksini götürdük. Ona görə də elektronumuz da sola doğru hərəkət etmiş olacaq. Onun da cavabı olacaq D variantı. Bu şəkildə. Daha sonra baxırıq uşaqlar, ətraflı yazı tələb olunan tapşırıqlara. Bizə induktivliyi verib, aktiv müqaviməti verib, gərginliyimiz var. Maqnit sahəsinin enerjisini hesabla deyir. Deməli, biz necə hesablayarıq maqnit sahəsinin enerjisini? Uşaqlar, maqnit sahəsinin enerjisi W bərabərdir. Li kvadrat bölünsün 2'dir. Bizim elimiz var, i'miz yoxdur. i'ni hardan taparıq? i bərabərdir u böl f. Onu bizə 2,4 verib. 2,4 bölünsün 0,2. Onda biz deyərik ki 240'ı 240 bölürsən 2'yə, o da eləyər 120. Cəryan şiddətimiz oldu 120. Daha sonra nəyi tapırıq? Bizə deyir ki, enerjini tap, W bərabərdir. Elimizin yerinə mən yazıram ki, 4 vurulsun 10 üstü mənfi 3. Yuxarıda i'nin kvadratıdır. 120 vurulsun 120 yazarım. Aşağıda bölünsün 2. 1, 0, 1, 0. Buradaki 2'dən 0'la getdi. Qaldı 0, onda 1. Bununla bu getdi. 2 dəfə qaldı. 12'ni 12'ye vuranda deməli biz eləyir 144. 144'ü vururuq 2'ye. 288. Orada da 0, onda 1 var idi. 28 tam onda 8 etmiş olacaq cevabımız. Sonra üzülürsən, mən yenə diqqətsizlik etmişəm. Deməli bizə gərginlik 2,4 verib. 2,4 veribsə, burada bizim cevabımız 120 yox, 12 eləyəcək. Cevabımız 12'dir. Onda biz burada nə yazarıq? Deməli 12'nin kvadratı 144. Deməli, bizə cevabı milli ilə verdiyi üçün bunu ixtisar aparmıram. 144. Deməli, bundan 4 ixtisar getdi, 2 qaldı. Cevabımız oldu 288. 144'ü 2'ye vuranda 288. 288 vurulsun 10 üstü mənfi 3 aldıq. Yəni 288 millijoule şəklində. Üzülürsən uşaqlar, hesabda biraz səhv olmuşdu. Daha sonra gəldik bu suala. Üfüqi səthdə hərəkət edən cisim koordinat zaman qrafiki verilib. Qrafikə görə birinci və ikinci hissəyə uyğun doğru ifadələri yazın. Uşaqlar, üfüqi səthdə hərəkət eləyir və koordinatın zamandan asılılığıdır. Yadda saxlayaq. Koordinatın zamandan asılılığına fikir verin uşaqlar. Burada cismin koordinatı dəyişməyib. Həmişə belə baxın. Bax, görürsən, koordinat burada 5 idisə, 1'ə qədər 5 olub. Zaman keçib, amma koordinat dəyişməyib. Yəni bu cisim öz yerini dəyişməyib. Onda sən necə deyə bilərsən ki, 0-dan 1'ə qədər bu düz xətli bərabər sürətli hərəkət edib? Uşaqlar, baxın, düz xətli bərabər sürətli hərəkət. Axı burada hərəkət yoxdur. Baxın, görürsünüz 5'də qalıb. 5'də idi, hələ 5'də də qalıb. Deməli, birinci hal
sükunət aldı. Görürsünüzmü? Hə, indi isə 1-dən 2-yə keçəndə ikinci hissəmiz isə x oxu əksinə düz xətli bərabər sürətli hərəkət edib. Qutardı, getdi. Baxın, bunu da bu şəkildə yaza bilərsiniz. Sonuncu sualda deyir ki, xüsusi buxarlanma istiliyinin mayenin kütləsinə asılı qrafiki. Deməli, xüsusi buxarlanmanın düsturu L bərabərdir. Q bölünsün M şəklindədir. M kütlə, Q'si istiliyi miqdardır. Uşaqlar, xüsusi sözünü görürsünüz. Xüsusi buxarlanma istiliyi kütlədən, ümumiyyətlə, heç nədən asılı olmayacaq. Burada diqqətli olmaq lazımdır. Bugünün suallarımızda uşaqlar bu qədər. Bir də 4-cü qruplar üçün olan situasiya suallarını da həll edeyim. Suallar, situasiya sualında belə deyir. Elektrik tutumu mövzusunu izah edərkən müəllim elektrik tutumu 40 pikofarad olan yüklənmiş müstəvi hava kondensatorun lövhələrində elektrometr birləşdirdi. Uşaqlar, birincisi bilməlisiniz ki, elektrometr nəyi ölçür? Elektrometr potensiallar fərqini ölçür. Yəni, Fi1 minus Fi2'ni ölçür. O da gərginliyə bərabərdir. Yəni, elektrometr gərginliyi ölçür. Bunu yadda saxlayın, qeyd edin. Aha, elektrometrimiz gərginliyi ölçdü. Deməli, bizə deyir ki, lövhələr arasındakı məsafəni 2 dəfə azaltdıqda elektrometrin göstərişi necə dəyişəcək? Baxaq, deyir elektrometrin göstərişi necə dəyişdi? Uşaqlar, birincisi gəlin tutumu tapaq. Tutum bərabərdir. Epsilon 0 S bölünsün D şəklindədir. Əgər lövhələr arasındakı məsafəni 2 dəfə azaltsaq, onda bizim tutumumuz 2 dəfə dəyişmiş olacaq, artmış olacaq. Onda biz yazarıq, bizə U lazımdır, gərginlik. U bərabərdir, Q bölünsün S şəklində yazarıq. Əgər bizim S'miz 2 dəfə artmış olarsa, onda biz deyərik ki, gərginliyimiz də 2 dəfə azalıb ki, S'miz, tutumumuz 2 dəfə artıb. Deməli, elektrometrin göstərişi 2 dəfə belə ətraflı şəkildə yazın, azalar. Plusdakı bu deməli situasiya sualı olduğuna görə yuxarıda yazdığım ifadəni burada da yazmaq lazımdır ki, elektrometrin göstərişi dedikdə biz potensiallar fərqini hesablamış oluruq. Potensialı qeyd edeyim ki, bu məsələn ətraflı sual kimi də düşə bilərdi bir dənə. Məsələn, yazmalıydınız ki, elektrometrin göstərişi potensiallar fərqini ölçür. Potensiallar fərqi də gərginliyə bərabərdir. Biz əvvəlcə D-nin göstərişindən tutumu tapırıq. Tutumunu bildikdən sonra isə Q-ya baxırıq. Daha doğrusu U-ya baxırıq. Kondensatorun elektrik yükünü hesablayın. Yükün düsturu Q bərabərdir. S bu şəklindədir. Baxaq, deməli bizim tutumumuz 40-dır. Pikofarad. Gərginliyimiz isə pikofarad. Gərginliyimiz isə neçədir? 16 voltdur. Onda bunu belə hesablayarıq. Deməli, 40 vurulsun. Piko 10 üstü mənfi 12 deməkdir. Vurulsun 16. O da bərabərdir. Uşaqlar, buradakı 1 sıfırla buradakı mənfi 12-nin bir dənəsi gedər, qalar mənfi 11. 4'ü vuraram. Deməli, 16-ya eləyər 64. 64 vurulsun 10 üstü mənfi 11 şəklində yaza bilərik. Və yaxud da bunu bu formada da yazmaq olur. Bunu 0,64 nano klon şəklində də yazmaq olar. Yəni, nano 10 üstü mənfi 9 deməkdir. İndi burada kondensator lövhələr arasındakı məsafəni azaltdıqdan sonra onun elektrik sahəsinin enerjisini hesablayın. Enerjinin düsturu deməli SU kvadrat bölünsün 2 və yaxud da QU bölünsün 2 şəklindədir. Baxaq, biz Q-nü tapdıq. Neçə? 0,64 vurulsun 10 üstü mənfi 9 tapmışam. Uşaqlar, deyir ki, məsafə 2 dəfə azaldıqdan sonra, məsafə 2 dəfə azalanda biz dedik ki, gərginliyimiz 2 dəfə azaldı. Bayaq 16 isə indi yerinə 8 yazacağım, böləcəm 2-yə. Bunlar ixtisar getdi, qaldı 4. Bu da eləyəcək 2 tan
%56 nanojoule. Bakın bu şekilde.